Salam gənclər, Maya baxırsınız. Növbəti buraxılışımızda hər birinizi xoş gördük. Bugün Baku ID İnnovasiya Festivalı çərçivəsində keçirilən gənclərin süni intellekt forumundayıq. Bugünkü buraxılışımızı sona qədər izləyin, çünki çox maraqlı olacaq. Ötən günlərdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşəbbüsü ilə gənclər üçün aktual və mühüm bir tədbir keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin maarifləndirilməsinə dəstək İctimai Birliyi və Baku ID İnnovasiya Festivalının dəstəyi ilə Gənclərin Süni İntellekt Forumu baş tutub. Forumun açılış mərasimində millət vəkili Müşfiq Cəfərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Yusif Vəliyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev çıxış ediblər. Bugün biz Daş Salnamələr Muzeyində sadəcə ikinci olan Gənclərin Süni İntellekt Forumunu həyata keçirdirik. Bu forumun ərsəyə gəlməsində bizimlə birlikdə sinerji olaraq Azərbaycan Respublikasının Gənclər İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu, Gənclərin maarifləndirilməsinə dəstək İctimai Birliyi tərəfdaşlıq edir. Eyni zamanda bu fəaliyyət, bu forum Baku ID festivalı çərçivəsində həyata keçirilir. Qeyd edim ki, forum elan olunduqdan sonra gənclər tərəfindən kifayət qədər maraq diqqətimizi cəlb etdi və 1000-dən yuxarı müraciət əsasında 200-dən çox gənclə biz burada süni intellekt mövzusunda gənclərlə birgə toplaşaraq forumu həyata keçirdirik. Əsas məqsədimiz dövlətimizin gənclərə yaratdığı şəraitlə rəqəmsallaşma, süni intellekt texnologiya ilə bağlı yaratdığı imkanlar haqqında gəncləri məlumatlandırmaq, eyni zamanda həyatımızın bir parçasına çevrilmiş süni intellektdən düzgün istifadə qaydaları, onların gənclərimizin şəxsi inkişafı, karyera quruculuğu istiqamətində süni intellekt alətlərindən tam səmərəli, effektiv şəkildə istifadəsini dəstəkləməkdir. Eyni zamanda gənclər arasında bu metodların təşviqidir. Çıxış zamanı rəsmilər öz nitqlərində həmçinin bildiriblər ki, bugünkü gənclər təkcə bu sahənin istifadəçiləri deyil, həm də gələcəyin yeniliklərini formalaşdıracaq əsas qüvvədir. Həmçinin bildirilib ki, süni intellekt sahəsində savadlı, yaradıcı və təşəbbüskar gənclər ölkəmizin gələcək inkişafının mühüm təməlini təşkil edir. Bugün Gənclərin Süni İntellekt Forumundayıq və bu forumu mən bu posteri dostlarım vasitəsilə gördüm və gördükdən sonra ağlıma gələn ilk şey, mən dizaynda oxuyuram və bu mənim üçün çox vacib bir, aktual bir mövzudur və bunu öyrənməliyəm ki, gələcəkdə də sahəmdə tətbiq edə bilim. Bura gəldim və mənimlə birgə bir çox gənc də bir çox biliklərə yiyələndi. Çox sevinirəm ki, belə bir forumu bizim üçün təşkil etmisiniz və bu bizim üçün çox vacibdir. Çünki mənim burada öyrəndiyim ilk şey süni intellektin təkcə texnoloji anlayış olmamasıdır. Süni intellekt həm də bizim dostumuzdur. O sosial mediada, həm dizaynda, həm səhiyyədə hər yerdə var və düşünürəm ki, mən bu mövzuları da gələcəkdə öz sahəmdə tətbiq edə biləcəm. Gənclərin süni intellekt forumuna ikinci dəfədir qoşuluram. Yəni ilk öncə də olmuşdum, hal-hazırda da aktiv iştirak edirəm. Ümumiyyətcə forum gözləntilərimi olduqca çox doğruldur. Çünki biz forumda artıq süni intellektin bizə verdiyi zərərlərlə, yəni bizim passivləşdirmə, hansı ki bizim işlərimizi əldə alma qorxusu ilə yanaşı, eyni zamanda bizə çox böyük, yəni avantajlarını və bunun fürsətlərini biz Azərbaycan gəncləri olaraq hansı ki bu fürsətlərdən necə yararlana bilərik, bunları öyrənirik. Yəni buna görə artıq bu tədbirin təşkilatçılarına da öz təşəkkürümü bildirmək istəyirəm. Siz süni intellektdən tez-tez istifadə edirsiniz? Bəli, yəni artıq hər bir Azərbaycan gənci kimi mən də yəni günümüzdə demək olar ki, ChatGPT olsun, digər süni intellekt platformaları olsun, gündəlik həyatımızın ayrılmaz bir parçasına çevrilib və buna görə də yəni demək olar ki, bu haqqda məlumat qazanmaq bizim üçün də çox yaxşıdır. Mən bu gün süni intellekt forumunda süni intellektə və ümumilikdə bu sahəyə olan geniş marağıma görə qatılmışam. Fikrimcə növbəti 10, 20 və növbəti illərdə biz bu sahənin görülməmiş inkişafına şahid olacaq və fikrimcə hər bir sahəyə təhsildən professional bizneslərə kimi bu sahənin töhfələrini görəcəyik. Mən də istəyirəm ki, növbəti 10 ildə olan inkişaflara
öz töhfəmi verim. Bu günləri Baku ID tədbirində komandamızla birgə iştirak edirik. Həqiqətən sevindirici bir haldır ki, bu günləri bu kimi tədbirdə iştirak edərək, Süni İntellekt forumunda iştirak edərək öz layihələrimizi təqdim edirik. Hal-hazırki dövrdə Süni İntellekt bizim əvəz olunmaz bir hissəmizdir və öz layihələrimizdə də artıq demək olar ki, Baku ID tədbirində 70%-ə yaxın layihədə biz Süni İntellektin rolunu görə bilirik. Hal-hazırda da arxa planda həmin forumun keçirilməsi bizim üçün əvəz olunmazdır qeyd etdiyim kimi. Düşünürəm ki, süni intellekt dövrümüzün ən aktual mövzularından biridir. Mənim isə bu forumda iştirak etmə səbəbim də bununla bağlıdır. Bu forumda iştirak edirəm çünki mənim ağlımda bir sıra suallar var idi və bunu panel müzakirəsində iştirak edən spikerlərə vermək üçün bura gəlmişəm və düşünürəm ki, bu sualların hər birinə cavab tapacağam. İndi isə süni intellektin və texnologiyanın gənclərin karyera quruculuğunda rolu, mövcud imkanlar və çətinliklər mövzusunda panel müzakirəsinə dəvət edirik sizi. Panel müzakirəsində 200-dən artıq gənc iştirak edib. Süni intellekt dünyanı dəyişir. Biz isə bu dəyişikliyin bir parçasıyıq. Bu texnologiyanı başa düşmək və ondan doğru istifadə etmək gənclər üçün yeni imkanlar, yeni qapılar açır. Maariflənmək, öyrənmək və yeniliyə açıq olmaq gələcəyin əsas açarıdır. Bu günləri biz tərəfdaş olaraq qoşulduğumuz Süni İntellekt forumunda iştirak etdik və mən bu günləri burada həm Gənclər İdman Nazirliyi adından gənclər siyasətində bu istiqamətdə həyata keçirilən və keçiriləcək layihələr barədə məlumat verdim. Həm də şəxsim olaraq bu sahəyə yeni bir təcrübələr qazanmış şəxs kimi gənclərlə öz biliklərimi paylaşdım və mən düşünürəm ki, ümumiyyətlə süni intellekt həm dünyada, özəlliklə Azərbaycanda Cənab Prezident tərəfindən strategiyanın təsdiq olunması onu göstərir ki, məhz bütün dünya olaraq yeni bir marafona başlamışıq və süni intellekt artıq həyatımızın ayrılmaz bir hissəsidir və gənclərlə paylaşdığımız əsas biliklər ondan ibarət edir ki, biz süni intellekti doğru istifadə etməmiz lazımdır və hansı alətlər bizim üçün daha faydalı olacaqdır və gündəlik həyatımızda, o cümlədən də şəxsi inkişafımızda, biznes sahəmizdə hansı alətləri biz effektiv istifadə edə bilərik. Çünki həm sosial media kimi süni intellekt də yanlış istifadə edilərsə, bu bizim üçün həm tənbəlliyə, həm vaxtımızın boşa keçməsinə gətirib çıxara bilər. Amma biz həmin alətlərdən doğru istifadə edəriksə, bu bizim həm inkişafımıza gətirib çıxara bilər, həm mütəxəssis kimi yetişməyimizə gətirib çıxara bilər. Və mənlə paralel olaraq panel müzakirələrdə iştirak edən mütəxəssislər də məhz bu istiqamətdə öz təcrübələrini paylaşdırdılar. Həm texniki, həm də ki, bu işin təbliğat tərəfindən gənclərlə öz biliklərini paylaşdılar. Düşünürəm ki, bu cür forumlar bundan sonra da davam etdirilməlidir. Çünki süni intellekt barəsində müzakirə ediləcək və bilgi paylaşılacaq platformalar daha da artırılmalıdır. Və düşünürəm ki, suallar da kifayət qədər maraqlı oldu gənclər tərəfindən. Bir sıra insanlar süni intellektin bizi passivləşdirdiyini düşünür. Razısınız bu fikirlə? Süni intellektin bizim passivləşdirdiyimiz fikri ilə razıyam. Çünki istər-istəməz insan beyni daha az işləməyə meyilli olduğuna görə sanki tənbəlləşməyə gətirib çıxarır. Amma bunun da qarşısını almaq üçün gələk insanlar şuurlu olaraq özlərinə qərar versinlər. Bəzi şeyləri süni intellektdən soruşmaq həmin insanın şəxsi inkişaf tempində geriləməyə gətirib çıxacaqdır. Bu da sabahları həmin insanın işdə qəbulunda, işdə irəliləməsinə gətirib passivlik. Sabahları ChatGPT, az öncə mən çıxışımda da qeyd etmişdim, bu böyük bir şişən bir balondur. Balon partladıqdan sonra ortada qalan şəxslər artıq mütəxəssis kimi qalacaqlar. Əgər siz bunu passivlik, tənbəllik kimi istifadə etmiş olarsanızsa, sabahları ChatGPT 3 günlük dayanarsa və artıq siz o kompetensiyalarınız olmazsa, o zaman görəcəksiniz ki, ChatGPT sizi nə qədər geri salmış olubdur. Ona görə hər şeyi süni intellektdən soruşmaq lazım deyil. Sadəcə süni intellekti inkişaf etmək üçün, bəzi problemləri, bəzi həll yollarını tapmaq üçün istifadə etməmiz lazımdır. Vasitə kimi istifadə edə bilərik. Eynən.
Tədbir yalnız müzakirə ilə məhdudlaşmır, həm də gənclərin düşüncə tərzini, texnologiyaya yanaşmalarını öyrənmək üçün maraqlı imkan yaradır. Bu səbəbdən tədbir iştirakçılarından qısa bir sorğu keçirmişik. Gəlin görək onlar süni intellektdən ən son nə üçün istifadə ediblər? Süni intellektdən son dəfə nə üçün istifadə etmisiniz? Elə ən son bir neçə dəqiqə öncə bu müsahibəyə hazırlaşanda süni intellektlə bağlı, nə danışacaqlarımla bağlı fikir almaq üçün süni intellektdən istifadə etmişəm. Mən bir çox layihələr yazıram və layihələrimin adlarını tapmaqda biraz çətinlik çəkirəm. Ona görə ən son dünən istifadə etmişəm. Düzün desəm axırıncı dəfə dünən istifadə etmişəm. Bilirsiniz ki, hal-hazırda imtahan ayıdır və gənclər yəni imtahana hazırlaşmağa çalışırlar və bunun üçün də mən çalışıram ki, süni intellektlə bir yerdə işləyim. Bəzən ehtiyac olur ki, PDF-lər qısaldılmalı olur və yaxud əsas faktlar qeyd edilməli olur. O zaman istifadə edirəm. Cavablar sizə qane edir? Düzün desəm hə, qane eləyir. Yəni mən düşünürəm ki, əgər ChatGPT-dən düzgün istifadə edə bilsəz, yəni süni intellektdən düzgün istifadə edə bilsəz, həqiqətən insanın işinə çox yarayır və bu dövrü mən süni intellektsiz təsəvvür edə bilmirəm. Süni intellektdən son dəfə nə üçün istifadə etmisiniz? Süni intellektdən ən son dəfə dünən istifadə etmişəm. Öz şəxsi inkişafımla bağlı, işlərimlə bağlı əsasən istifadə edirəm ki, daha yeniliklər gətirəm layihələrim üçün. Öz şəxsi inkişafımı daha çox artırım ki, daha yaxşı digər gənclərdən, yəni öz yaşlarından geridə qalmayım və daha çox inkişaf etmək üçün çalışıram. Son dövrlər vaxt idarə etməsində müəyyən çətinliklər yaşadığım üçün gündəlik planımı ChatGPT sayəsində yaradıram və bu sayda mənə çox dəstək göstərir. ChatGPT-nin cavabları sizə qane edir? Yəni bəli, arada sırada bəzi səhv məlumatlar versə də ümumi olaraq yəni dəstək göstərdiyini deyə bilərəm. Siz süni intellektdən son dəfə nə üçün istifadə etmisiniz? Mən süni intellektdən son dəfə dünən istifadə etmişəm, elə şirkətin sosial media hesablarına paylaşdığımız kontentlərə məzmun yazdırmaq üçün istifadə etmişəm. Ancaq son illər, eləcə də son aylarda dizaynla bağlı çox böyük inkişaflar oldu süni intellekt sayəsində. Google bu sahədə çox yeniliklərə imza atdı. Eləcə də OpenAI-ın özü də məncə dizayn sahəsində növbəti aylarda dizayn sahəsində çox böyük inkişaf görəcəyik. Rüfət, siz son dəfə süni intellektdən nə üçün istifadə etmisiniz? Bizim MedVision layihəmiz mövcuddur. Hal-hazırda 2 həftə sonra biz onu publish etməyi planlaşdırırıq. Dərmanlarla bağlı olan bir tətbiqdir və biz süni intellekti artıq həmin tətbiqdə də istifadə edirik ki, hər kəs üçün rahat şəkildə əlçatan olsun. Rəqəmsal dövrlə ayaqlaşmaq üçün ən əsası bilikdir. Odur ki, 21-ci əsrin əsas bacarıqlarından biri olan rəqəmsal savadlığımızı birlikdə artıraq.